Salam əziz tələbələr, hər vaxtınız xeyir. Yenə də ənənəvi olaraqdan sizlərlə birlikdə rəqəmsal məntiqə aid olan video izahlarla davam edirik. İlk olaraq baxacağıq sizlərlə 18 nömrəli suala. Birinci şərtini oxuyaq görək bizdən nə istəyir. Deyir 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana ətdən və əlavə ət məhsullarının hazırlanan və idxal qiyməti 5 milyon 435 min dollar olan kolbasa idxal olunub. 1 dollar 1,7 manata ekvivalent olunubdur. Yəni deyir ki, ümumilikdə 1926 ton görürsüz burada çəkisini. Deyir 1926 ton kolbasa idxal olunubdur Azərbaycana və buna ödənən miqdar 5 milyon 435 min dollardır. Və ölkələr üzrə bölgülər qeyd olunub. Misal üçün, Rusiya yaşıl rəngdədir, deyir 83%. Yəni deməyə çalışır ki, 1926 ton var, bunun 83%-i Rusiyadan idxal olunub. Almaniya qırmızı rəngdir və ya narıncı deyək, 5%-dir. 1926 tonun 5%-ni təşkil edir. Və bundan əlavə bir məlumat daha var ki, bizim diaqramımızda. Deyir, Rusiyadan alınan kolbasanın hər kiloqramı 4,1 manatdır. Almaniyadan alınan 7 manatdır, Belarusdan alınan 8,2 manatdır və s. Və bizə müəyyən olmayan daha doğrusu, Türkiyədən alınan kolbasanın kiloqram qiymətidir. Əslində bilirsiniz biz nə etməliyik birinci. Fikir versəz burada manat və kiloqramla ifadə olunubdur. İlk olaraq istəsəz 5 milyon, buradan yazaq, 5 milyon 435 min manat, dolları. Çevirək sizlərlə birlikdə manata. Manata çevirmək üçün nə edəcəyik? Vuracaq 1,7-yə. Sualın şərtində qeyd olunubdur. Bu halda əldə edəcəyimiz dəyər 9 milyon 239 min 500 manatdır. 500 manat. Buradan gətirdim, yazdım. Bundan sonra 1926 ton kolbasa var. 1926 ton kolbasa var. Bunu da eyni qaydada kiloqrama çevirmək üçün gətirib 1000-ə vururam. Bu halda da əldə edəcəyimiz dəyər 1 milyon 926 min kiloqrama bərabərdir. Kiloqramı da gətirdim, yazdım burada. Bundan sonra nə eləyirik? Məntiqcən gəlin belə fikirləşək də. Deyək ki, 10 manat verib, belə deyək də, kilosu 5 manatdan bir 2 kilo alma almısınız. Burada nə qədər pul xərclədiyinizi necə tapırsınız? Deyək ki, 5 kilo alma alırdınız, kilosu 2 manatdan idi. 5-i 2-yə vurdunuz, 10-a bərabər oldu. Və bu sual tərsinə də qurula bilər. Deyək ki, məsələn, 10 manat xərcləyib, bu adam 5 kilo alma alıb, kilosunun qiyməti nə qədərdir? Onu 5-ə bölərəkdən tapacağıq. Elə biz də bu yolu izləyərəkdən bu sualı həll edə bilərik. Birinci olaraq Rusiyaya tapaq görək Rusiyadan neçə kiloqram kolbasa alınıbdır. Gətirirəm buraya yazıram Rusiya. Rusiya ümumi çəkinin 83%-i Rusiyadan alınıbdır. Ümumi çəkimiz nə qədərdir? 1 milyon 926 min kiloqram. Bunu böldüm 100-ə, vurdum 83-ə. Niyə? Tapım görüm Rusiyadan neçə kiloqram alınıbdır. Bərabərdir. Bu halda tapacağımız dəyər 1 milyon 598 min 580 kiloqramdır. Kiloqramını da yanında yazdım. İndi eyni qaydanı izləyərəkdən Almaniyanı tapaq. Almaniya. Bu bizim üçün hansı dəyərdir? 1 milyon 926 min kiloqramın bölürəm 100-ə. Görüm neçə faiz imiş Almaniya? 5%. Gətirdim 5-ə vurdum. Bu halda əldə edəcəyimiz dəyər 96.300 kiloqramdır. Bundan sonra Belarusa baxaq. Belarus da bizim üçün 5%-dir. Acizə yazmağa ehtiyac yoxdur. Elə Almaniya ilə eynidir. Burada 5% hesablamışıq. Belarus da eyni qaydada 96.300 kiloqram olacaq. Sonra qaldı bizim üçün Türkiyə və digər. Digəri əvvələ ataq. Digər. Bizim üçün yenə də 1 milyon 926 minin böldüm 100-ə. Digər bizim üçün neçə faizi təşkil edir? 3%. Vurdum 3-ə. Bu halda əldə edəcəyim dəyər 57.780 kiloqramdır. İndi bir dənə qalıb Türkiyəni hesablamağımız. Türkiyəyə baxsaq. Türkiyə bizim üçün faiz etibarı ilə baxsaq 4%-dir. Rəngi ilə uyğunlaşdıra bilərsiniz. 1 milyon 926 minin böldüm 100-ə, vurdum 4-ə.
Bu halda Türkiye'den aldığımız kalbasanın kilogramı da yani obşi kilogramdan söhbət gedir. 77.040 kilograma bərabərdir əziz tələbələr. İndi gəlin fikirləşək. Rusiyadan 1 kiloqramın neçəyə alıb? 4,1 manata. İndi tapdıq da Rusiyadan 1.598.580 kilo alıbdır. Deməli, hər kilosu 4,1-dirsə, bayaq alma məsələsində dediyim kimi. Gətirirəm 4,1-ə vururam ki, tapım görüm Rusiyaya nə qədər pul gedibdir. Yəni, biz nə qədər ödəniş eləmişik. 1,4-ə də vurduğumuz təqdirdə 6.554.178 manat xərclədiyimizi tapdıq. Sonra Almanya dəyərini hesablasaq. Almanyadan alınan kalbasanın hər kiloqramı 7 manatdır. Almaniyada da 7-yə vurdum. Bu halda əldə edəcəyimiz dəyər 674.100-ə bərabərdir. Bu xərclədiyimiz pullardır, bunlar AZN-lərdir. Bundan sonra eyni qaydanı izləyərəkdən Belarusa baxsaq. Belarusdan neçəyə almışıq? Kilosunu 8,2 manata. 8,2-yə vurdum. Bu halda da Belarusa verdiğimiz yani ettiğimiz ödeniş 789.660 manata bərabərdir. İndi digəri hesablayaq. Digərdə biz nə qədər ödəniş eləmişik kiloqram başına? 11,3. Vurdum 11,3-ə. Bu halda da əldə edəcəyimiz dəyər əziz tələbələr 870.552 manatadır. Bu digər bütün ölkələrə xərclədiyimiz pulun ümumi miqdarı nə qədərdir? 9.239.500 manata. Yəni bu dəyəri, bu dəyəri, bu dəyəri, bu dəyəri və Türkiyədə bilmədiyimiz hər hansısa yekundakı X dəyərini toplayanda cəmi bərabər olmalıdır 9 milyon neçəyəsə. Bunu ən bəsit ehtimalda Türkiyəyə nə qədər ödədiyimizi necə taparıq? 9.239.500 dəyərindən digər ölkələrə xərclədiyimiz pulları çıxdığımız təqdirdə yerdə qalır Türkiyəyə xərclədiyimiz pulun miqdarı. Yazıram ödəniş, Türkiyə. 9 milyon neçəsədənsə çıxdıq bu rəqəmləri. Türkiyəyə ödədiyimiz dəyər əziz tələbələr bərabərdir 568.648 manata. Yəni AZN. Və Türkiyədən nə qədər kalbasa almışıq? 77.040 kiloqram. 1 kiloqramın qiymətini tapmaq üçün nə edəcəm? Ödədiyim miqdarı böləcəm kiloqrama. Bölürəm 77.040 kiloqrama. Bu halda bizim üçün əldə edəcəyimiz dəyər 7,38-dir. Və sualda deyir ki, cavabı onda birlərə qədər yuvarlaqlaşdır. Onda bir burada 3 olduğu üçün yuvarlaqlaşdırmanın nəticəsi 7,4 AZN-dir. Deməli, biz Türkiyədən aldığımız kalbasanın hər kiloqramına 7,4 manat pul ödəmişik. İndi baxaq 19 nömrəli sualı. Çox daha sadə və bəsit bir sualdır. Deyir, Azərkosmosda birinci yarım il üçün telekommunikasiya üzrə gəlir diaqramı verilibdir. Və deyir ki, mavi rəng Azərkosmosun başqa sahələrdən əldə etdiyi gəlirdir. 20%-dən qeyd olunubdur. Narıncı rəng isə Azərkosmosun ixrac etdiyi ölkələr üzrə telekommunikasiya əldə etdiyi gəlir hissəsidir. Və fikir verirsiniz, digər ölkələrdən Birləşmiş Krallıq, Kanada, Hindistan, İsrail, Gürcüstan və digər 38 ölkədən ümumi olaraq əldə etdiyi dəyər, yəni gəlir nə qədərdir? 9,6 milyon dollar. Yəni 9 milyon 600 min dəyərinə bərabərdir. Bu bütün, yəni dediyimiz kimi 38 və 5 dənə də ölkə belədir. 43 ölkədən əldə etdiyi ümumi gəlirdir. Və sualın şərtində qeyd olunur ki, verilmiş diaqramdan istifadə edərək ixrac bizim üçün bu narıncı rəngdir. İxrac edilən telekommunikasiya üzrə hər bir ölkəyə düşən orta aylıq nə qədər qazancdır? Əziz tələbələr, burada fikir verirsiniz, birinci yarım il üçün verilib qrafik, diaqram daha doğrusu. Birinci yarım il üçün 43 dənə ölkədən ümumi olaraq 9 milyon 600 min pul qazanılıbdır. Hər bir ölkənin ortalamasını birinci yarım il üçün tapmaq üçün nə edəcəyik? Bu riyaziyyatdan xatırlayırıq da, ədədi ortanı edirik, rəqəmləri toplayıb saya bölürük. Onsuz burada rəqəmin cəmin verib 9 milyon 600 min. Bunu bölürəm, neçə dənə ölkənin cəmidir bu? 43 dənə. Dedikdə 5 dənəsi belə yazılı ifadə olunub. Digər 38 ölkənin isə sadəcə birlikdə qeyd edilib. Deməli, ümumi olaraq 43 dənə ölkədən gəlir əldə olunduğu üçün 43-ə böldüm. Əldə etdiyim dəyər 223.255,1
%81'dir. Bu bizim üçün təkrar qeyd edirəm 43 ölkənin ortalamasıdır birinci yarım il üçün. Amma sualda bizə qeyd edir ki, bir ölkəyə orta aylıq. İndi birinci yarım il deyəndə neçə ay nəzərdə tutulur? 6 ay nəzərdə tutulur. 6 ayın ortalaması budur. Bəs bir ayın ortalaması nə qədərdir? Yenə də nə edəcəyik ortalama dəyəri tapmaq üçün? 6-ya böləcəyik ki, bir ayı tapaq. Bu dəyər də bizim üçün bərabərdir 37.209,3-ə. Və yekunda deyir ki, cavabı təşliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırın. Təhlik burada 9-dur. Bal da yuvarlaqlaşdıranda da əldə edəcəyimiz dəyər 37.209-a bərabərdir. Hər birinizə imtahanlarda uğur diləyirəm.